Yeni il üçün mənim əsas hədəfim karyerada inkişaf etmək. Agentliyimizi daha strateji səviyyəyə daşımaqdır və bununla yanaşı iş, həyat balansını qorumaqdır. Ən birinci ağlıma gələn insan Fuadə xanımdır. Çünki həqiqətən mənə çox inanırdı. Project Manager Mələk var, Qüdrətli. İş yoldaşı var bir dənə, Qüdrət. Almaz dizayner, Gülər dizayner, senior dizayner. Mənim gizli qəhrəmanım Ofisər Rənadır. Nurcan dizayner. Əslində mənim gizli qəhrəmanım təkcə bir nəfər deyil, düşdüyüm amazing kollektivdir. Züleyxa dizayner, senior dizayner. Baş mühasibimiz Turan müəllim oldu. Qüdrət Qurban. Nəzrin Dadaşov olardı. Gizli qəhrəmanım yəqin ki, Fəridə o var. Məncə hamıda o gizli qəhrəman eynidir. Suni intellekt, ChatGPT. Seçkən deadline. Deyəlim ki, Atomik Həbis olardı. Start and frame. Bir dizayner kimi Command N, yəni yeni bir tab açmaq olardı. Qəhrəmanın bir günü. Mən Steve deyirəm. Secret Santa. Bunu yayın eləmisiz? Xəyallar və deadline'lar. Dokunmayın, çox fena. O tələsmirdi, ona görə hər şey çatdı. Beyni video ifadəsi var, onu çox bəyənirəm. Yəqin ki, o olardı. Ariana Grande, Santa Tell Me. Ən sevdiyim mahnı Last Christmas. Happy New Year by ABBA. Tez gəlsin. Birinci növbədə sağlam bədən. Çox xoşbəxt həyat. İkinci növbədə bol səyahətlər. Çoxlu bonuslar, freelance işlər, bir də viza. Az stres, çox invoice, səyahət. Maşın və çoxlu pul. Pul, Paris və Roma yaxşı ola bilər. Hər ikisini çox istəyirəm bu il gəzmək. Soyuducumun üzərinə görə bilməyəcəyim qədər maqnit kolleksiyonum olmasın. Mən istəyirəm ki, 2026-da ancaq səyahət ilə olsun. Bacardığım qədər maksimum səyahət, maksimum istirahət və maksimum keyfiyyətli iş ortaya qoymaq.